Ne olur temperaturun? Olur da 38 olur. 38-39 hərarətim qalxır. 2 gündür qalx. Ayağın bu vəziyyətə gəlməsinə səbəb ayağa qan dövranının olmamasından irəli gəlir. Bir xırda bir daban çatı nəticəsində xəstənin ayağı artıq deməli ki, altı daban hissəsinin qaralmasına gətirib çıxardıb. Damarın açılması icra olunub, amma yenə də bəzən olur ki, infeksiyon prosesi o qədər inkişaf edir ki, damar açılması belə xəstənin ayağının qurtarılmasına deyək ki, qurtara bilmirik. O nöqtə nəzərdən xəstələr, şəkərli diabet olan xəstələr ildə bir dəfə Doppler müayinəsindən keçməlidirlər ki, damarların profilaktikası olunsun, müalicə olunsun. Bu vəziyyətə gəlib çıxmasın ki, sonra deyək ki, amputasiya etmək məcburiyyətində qalmayaq.